Bu ümumiyyətlə şeytanın mənhəcidir. Şeytanın yoludur ki, o adətən insana necə yaxınlaşır? Elə bil ki, bir saraydır. Sarayın, məsələn, 100 qapısı var. 100 qapısı var. Və o 100 qapıdan, məsələn, 98'i açıqdır. İkisi bağlıdır. Sual verirəm, normalda. O saraya girmək mümkündür ya yox? Mümkündür. Yəni 98 qapısı olan saraya girə bilməyən adam özünü qınamalıdır, yoxsa saray əhlini, özünü. Amma şeytan sənə həmişə gəlib o bağlı 2 qapı var, onu göstərəcək. Şeytanın metodu budur. Ki, hətta sənə elə göstərsin, elə təlqinləsin ki, o saraya girmək mümkün deyil. O, bəzən cahillərdə olur. İbadətə gəlmək istəyir və ya ümumiyyətlə ona şeytan gəlib elə çətin göstərir. Sən ibadətə başlasan, filan şeyi etməyəcəksən, filan şeydən məhrum olacaqsan. Məhz həmin bağlı 2 qapını göstərir. Açıq olan o 98, 99 qapını ondan gizlədir.